Naxçıvan xanlığı bu geniş ərazidə Qərbi Azərbaycanın bir hissəsi idi və ümumiyyətlə yəni Naxçıvan xanlığı adlanan bax bu böyük ərazidə sanki dağlar hər tərəfdən buranı bir qala kimi əhatə eləmişdi. 1736-cı ildə Nadirin tac qoyma mərasimində artıq burada əslində Vəliqulu xan Kəngərli iştirak etmək əvəzinə artıq İrandan bura hakim təyin edilən Mirzə Rıza iştirak edirdi. O Mirzə Rıza ki Naxçıvanda öz qəddarlığı ilə ad qazanmışdı. Amma daxili çəkişmələrdən uzan bizləri heç vaxt mövcudluq xilas eləməyib və biz heç vaxtı bax bu mübarizələrin fonunda nəhayət olaraq özümüzü təsdiq etmək qüdrətində olmamışıq. Azərbaycanın ümumiyyətlə taleyində bax bu münaqişələr həmişə böyük rol oynamışdı. Azərbaycan həmişə uğrunda mübarizə və müharibə aparılan bir torpaq idi. Bir tərəfdən tarixi şərait, şirnikləşdirici ərazi, digər tərəfdən yerli idarə etmənin sadəlövhlüyü, sahibsizlik, qədim İrəvan mahalının onun Naxçıvan sancağını asan əldə ediləcək hədəfə çevirirdi. Azərbaycan adlı məmləkət parça-parça olunaraq xanlıqlara çevrilirdi. Hər dəfə hissəciklərə bölünməklə şikar olduğu güclü tərəfin tamahını daha da artırırdı Azərbaycan. Ancaq bütöv Azərbaycan yox idi. Ayrı-ayrı xanlar və onun xanlıqları vardı. Bu işğaldan məmnunluq duyan Rusiya bu böyük məqsədə daha ciddi hazırlaşırdı. Bir tərəfdən tarixi şərait, şirnikləşdirici ərazi, digər tərəfdən yerli idarə etmənin sadəlövhlüyü, sahibsizlik, qədim İrəvan mahalının onun Naxçıvan sancağını asan əldə ediləcək hədəfə çevirirdi. Əslində, hədəfdə böyük Azərbaycan idi. Hədəfi dəyişmək əvəzinə düşmənə özünün necə nişan almaq dərsini və yolunu göstərən də özümüz idik. Gördüyünüz bax bu böyük ərazi Zəngəzur kəndindən Araz çayı vadisinə qədər bu böyük ərazidə yerləşirdi Naxçıvan xanlığı və Naxçıvan xanlığı bu geniş ərazidə Qərbi Azərbaycanın bir hissəsi idi. Və ümumiyyətlə bu yerlərdə, yəni Naxçıvan xanlığı adlanan bax bu böyük ərazidə sanki dağlar hər tərəfdən buranı bir qala kimi əhatə eləmişdi. Belə ki, şimali şərqdən Dərələyaz dağları, daha sonra İlanlı dağ, cənubi şərqdən isə böyük və kiçik Ağrı dağları Naxçıvanı tam bütöv şəkildə əhatə eləyir və Naxçıvanın sərhədlərinə əgər cızmış olsaq, deməli Naxçıvanın bir tərəfində İrəvan xanlığı, üzbəüz tərəfi Qarabağ xanlığı, arxa tərəfdə isə cənubdan Maku və Xoy xanlığı əhatə eləyirdi. Bu Naxçıvanın həmin dövr üçün əhatəsində olan ərazilər və onun konturlarıdır. ...1747-ci ildə Nadir Şahın dövləti, hakimiyyəti süquta uğradıqdan sonra Kəngərli tayfa başçısı olan Heydərqulu xan yerli feodallara arxalanaraq Ağa Həsəni hakimiyyətdən uzaqlaşdırdı. O buna nail oldu təbii ki. Və özünü Naxçıvanın müstəqil hakimi elan etdi. Və 18-ci əsrin ortalarında Azərbaycanda yaranan xanlıqlardan, yəni 18 xanlığın biri artıq Naxçıvan xanlığı, o birisi isə İrəvan xanlığı oldu. Azərbaycan tarixçilik ənənəsinə görə bu xanlıqların tarixini biz coğrafi prinsip əsasında öyrənmişik. Yəni, Azərbaycanın şimalında yerləşən xanlıqları, Azərbaycanın şimal xanlıqları, cənubunda yerləşən xanlıqları isə Azərbaycanın cənub xanlıqları və yaxud da Cənubi Azərbaycan xanlıqları şəklində. Amma qeyd etmək lazımdır ki, elmi cəhətdən ən səmərəlisi ondan ibarət olardı ki, bu xanlıqlar siyasi taleyinin dəyişməsi dinamikasına görə qruplaşdırılsın və yeni şəkildə nəzərdən keçirilsin. Əgər biz bu xanlıqlara bu aspektdə yanaşsaq, onda bunların içərisində Naxçıvan və İrəvan xanlıqlarının tarixinin birlikdə nəzərdən keçirilməsinə çox böyük ehtiyac vardır. Ona görə də bu həmçinin onunla əlaqədardır ki, Naxçıvan və İrəvan xanlıqlarının meydana gəlməsinin özündə də bir qanun uyğunluq var.
Məsələn, tutaq ki, Qarabağ xanlığı Azərbaycanın digər xanlıqlarından fərqli olaraq müəyyən bir şəhər ətrafında meydana gəlməmişdi. Əksinə, Qarabağ xanlığı yarandıqdan sonra şəhər yaranma prosesi burada başlamışdı. Bayat qalası, Şahbulaq, sonra isə Şuşa mərkəz kimi inkişaf eləməyə başlamışdı. Amma Naxçıvan və İrəvan Azərbaycanın tarixi inkişaf boyunca çox ciddi o dediyimiz kimi həm şəhər mədəniyyət mərkəzinə malik olması, bütün inkişaf dövrlərində siyasi proseslərdə iştirak eləməsi ona imkan vermişdi ki, bu xanlıqların mərkəzlərinə çevrilməli olmuşdu. Amma bu xanlıqların özlərində də müəyyən xüsusi spesifik cəhətlər var ki, onları da qeyd etməyə ehtiyac var. Bu da ondan ibarətdir ki, məsələn, Naxçıvan xanlığı meydana gəldikdə artıq burada xüsusilə 16-cı yüzildən etibarən Naxçıvanın siyasi həyatında çox böyük rol oynayan kəngərlilər xanlığın yaradılmasına fəal iştirak eləmişdilər. Ölkə bir neçə bəylərbəyliyə bölünmüşdü və bu zaman artıq Naxçıvan torpağı bütövlükdə yerli kəngərli nəslinin, yəni qızılbaşlar tayfasından olan kəngərlilərin irsi mülkiyyətinə çevrildi. Və zaman-zaman yerli kəngərli nəsli burada hakimiyyətdə oldu Naxçıvan torpağında. Hətta İran ağalığı burada bərpa edildikdən sonra yerli kəngərli nəslinin bəzi nümayəndələri zaman-zaman təbii ki, ardıcıl olaraq Naxçıvanı idarə etdilər. Bu birinci olaraq Rızəddin xan idi 1647-ci ildə, ikinci Şərəf xan idi 1678-ci ildə, üçüncü dəfə isə, yəni ardıcıllığa gəlsək 1691-ci ildə isə Məhəmməd Rıza xan idi. Və ümumiyyətlə Naxçıvan özü yerli kəngərli nəslinin nümayəndələri tərəfindən idarə olunurdu və bu sonradan davamlı olaraq davam edəcəkdir. Naxçıvanın özü bütövlükdə kəngərli nəslinin hakimiyyətində olacaqdır. Məlum olduğu kimi 1797-ci ilə qədər Naxçıvan xanlığı müstəqil dövlət qurumu idi. Bu dövrdə xanlığın ali hakimi xan özü idi. Qalan feodalların hamısı ona tabe idi. Xan xanlığını öz mülkiyyəti kimi idarə eləyirdi. Nə qədər paradoksal olsa da Naxçıvan bölgəsində kəngərli nəslinə etibar etmirdilər. Təbii ki, kimlər etibar eləmirdilər? Şah üsul idarəsi, təbii. Və həmin dövrdə bütün başqa dövlətlərdən, yəni Azərbaycanın digər əyalətlərindən fərqli olaraq bura iki hakim təyin eləyirdi. Yəni Nadir Şah ümumiyyətlə bu tayfaya böyük etibar etmədiyindən onları həmişə daha uzaq məsafələrə Əfqanistana göndərirdi, köçürürdülər həmin tayfanın nümayəndələrini. Amma bütün nümayəndələrin köçürülməyinə baxmayaraq yenə burada kimlərsə qalırdı kəngərli tayfasından və onlar istər-istəməz hakimiyyət dairələrində mütləq şəkildə hansı vəzifələr təyin olunurdu və Nadir Şahın gücü ancaq nəyə çata bilərdi? Nadir Şahın gücü ona çatırdı ki, o bu əyalətə iki hakim təyin edirdi. Birinci hakim hakimi ölkəyi Naxçıvan getsə də, ikinci təyin olunan, artıq kəngərli tayfasından təyin olunan ölkəyi Tümeni Naxçıvan gedirdi. Və bu da süvari ordusunun rəisi vəzifəsinə bərabər bir vəzifə idi, daha doğrusu belə bir vəzifə idi. Və nə qədər Şah üsul idarəsinə, sədaqətinə şübhə ilə yanaşılsa da kəngərli nəsli xalq tərəfindən kəngərli nəslinə daim ehtiyac var idi. Çünki Naxçıvan əyalətində olan xalqın bir növ xalqın nümayəndəsi kimi bu hakimiyyət üsul idarəsində mütləq bu nəsildən bir nümayəndə iştirak eləməlidir və kəngərli nəsli daim zaman-zaman burada müxtəlif vəzifə başçıları, yəni ağsaqqallar, tayfa ağsaqqalı kimi müxtəlif vəzifələrdə mütləq şəkildə var idi, mövcud idi. Və Nadir Qulu Şahda isə daim şübhə doğururdu. Bax, bu nəsil, ümumiyyətlə bu kəngərli nəsli nə qədər onların yəni iradəsinə rəğmən getsə də müxtəlif hadisələrdə göstərirdi onun bu iradəsinə rəğmən getməyi. Məsələn, 1736-cı ildə tac qoyma mərasimində, Nadirin tac qoyma mərasimində artıq burada əslində Vəliqulu xan kəngərli iştirak etmək əvəzinə artıq İrandan bura hakim təyin edilən Mirzə Rıza iştirak edirdi. O Mirzə Rıza ki, Naxçıvanda öz qəddarlığı ilə ad qazanmışdı. Və Mirzə Rıza sonra Naxçıvana daha gələ bilmədi. Amma buna baxmayaraq Nadir Qulu Şah kəngərli nəslinə daim öz şübhəsini göstərirdi və bildirirdi və ümumiyyətlə bu nəslə heç vaxt etibar etməyirdi Nadir Qulu Şah. Kəngərlilər Orta Asiya ərazisində yaşamış və ilk orta əsrlərdə Cənubi Qafqaz ərazisinə gəlmişdir. Sonraki tarixi mərhələlərdə bütün ərazilərdə, yəni Azərbaycanın bütün ərazilərində, o cümlədən də Naxçıvan ərazisində yaşayıb fəaliyyət göstərmişlər. Ümumiyyətlə, tədqiqatçılar sübut etməyə çalışırlar ki, və belə də qeyd edirlər ki, 10-cu əsrdə artıq kəngərlilər Naxçıvan ərazisində yaşamışlar. Azərbaycan ərazisində müstəqil feodal dövlətlərin yaranması ilə həm Cənubi, həm də Şimali Azərbaycan ərazisində xanlıqlar dövrü başlamışdır. Tarixdə bu 1747-1828-ci illəri əhatə edilir.
Heydərqulu xanın ölümündən sonra 1763-64-cü illərdə Naxçıvan xanlığı nisbətən zəiflədi. Onun sələfi Hacı xan Gəngərli İran hakimi Kərim xan Zəndin qarşısında zəiflik göstərib ona boyun əydi. Sonralar Kərim xan Zənd onu Şiraza dəvət etdi və kiçik günah üstündə əsir aldı. Naxçıvan taxtında Hacı xanı əvəz edən Heydərqulu xanın oğlu Rəhim xan hakimiyyətdə uzun müddət qala bilmədi. 1770-ci ildə Kərim xan Zəndin köməyi ilə Naxçıvanda hakimiyyətə gəlmiş Əliqulu xan da öz növbəsində 3 il sonra Vəliqulu xan Gəngərli tərəfindən devrildi. 1747-ci ildə Nadir Şahın ölümündən sonra Kəngərli tayfasından olan Heydərqulu xan hakimiyyəti ələ alır. O 1747-ci ildən keçən 16 il ərzində xanlığı idarə edir. 1763-64-cü ilə qədər. Bu zaman İrəvan xanlığında hakimiyyəti Mirmehdi xan ələ alır. Lakin o çox qısa bir dövrdə, təbii ki, Heydərqulu xanla müqayisədə qısa bir dövrdə hakimiyyətdə olur. 1747-ci ildən 1752-ci ilə qədər. Bundan sonra İrəvan xanlığında bir neçə xanın hakimiyyəti dəyişir. Məsələn, burada biz Xəlil xanı görürük 1752-55-ci illərdə, Həsənəli xanı görürük 1755-59-cu illərdə, sonra Hüseynəli xanın hakimiyyətə gəlməsi biraz sabitlik yaradır. O təxminən bir 24 il ərzində hakimiyyətdə olur. 1759-cu ildən 1783-cü ilə qədər. Bugün Qərb Azərbaycan kimi tanınan ərazilərimiz vaxtilə tariximizdə Çursayid bəylərbəyliyi kimi tanınır. Bu Çursayid bəylərbəyliyi Səfəvilərin bizim Azərbaycan ərazisində yaratdığı 4 bəylərbəylikdən biri idi. Bu böyük əraziyə bugünkü Ermənistan ərazisi və Naxçıvan ərazisi daxil idi. Çursayid bəylərbəyliyi əsasən sabit bir ərazi daxilində qalmışdı. Mən dediyim o Qars, Zarşad, İğdırla aralıq bir müvəqqəti xarakter daşımışdı. Lakin Səfəvi dövlətində əsasən demək olar ki, Çursayidin sərhəddi cənub hissədən Araz çayı boyunca getmişdir. Şimal hissədə isə Tiflis, yəni ki, bəylərbəyliyi ilə səmsərhəd olmuş. Şərq hissədən isə Gəncə Qarabağ bəylərbəyliyi ilə. Bu ərazi daxilində isə ayrıca bir inzibati bölgələr də vardı. Ən böyük ərazi inzibati bölgüsü bunun daxilində Naxçıvan tüməni idi. Səfəvilər dövründə tüməni idi. Osmanlılar dövründə Sancaq ərazisi idi. Naxçıvan tüməni Çursayid bəylərbəyliyinin tərkibində olmasına baxmadan ərazisi baxımından təqribən Çursayid bəylərbəyliyinin tam yarısını əhatə edən bir ərazi olmuşdur. Bəlkə bəzi hallarda isə yarısından da çox ərazini əhatə etmişdir. Demək, Şərur, Vedi, Dərələyəz, Zarzəmin demək Göyçə gölünün cənub hissələridir və cənuba doğru Bazar çayı, Sisyan ta Meqriyə qədər və Araz çayına dirənən yerlərdə bu hamısı olmuşdu Naxçıvan ərazisi, Naxçıvan tüməninin ərazisi 16-cı əsrin sonunda. 18-ci əsrin 80-ci illərində İrəvanlı Hüseynəli xan, həmçinin Qarabağlı İbrahim Xəlil xan və bundan başqa 2-ci İraqli Gəngərli tayfasının nümayəndəsi olan Abbasqulu xanı Naxçıvanda hakimiyyət başına gətirdi və Naxçıvan hakimi etdilər. Ancaq bu xoylu Əhməd xanın ürəyincə olmadı, çünki o Abbasqulu xanın qohumu olan Cəfərqulu xanı hakimiyyətə gətirmək istəyirdi. Naxçıvan və İrəvan xanlığı İranla qonşu idi, İranın zərbəsini tez-tez hiss edirdi. Osmanlı imperiyası, ondan sonra Kartli-Kaxet çarlığı, Rusiyanın da regional müdaxiləsi ilə bu münasibətlərin mərkəzinə keçirdi. Bundan əlavə, xanlığın öz daxilində çox gərgin hadisələr baş verirdi. Bundan da əlavə biz nəzər salsaq, Azərbaycan xanlıqlarının öz arasında da gərgin münasibətlər var idi. Heydərqulu xandan hakimiyyətindən sonraki dövrdə, burada qısa bir dövrdə deməli Hacı xan hakimiyyətə gəlir, sonra onun Rəhim xan hakimiyyətdə olur, Əliqulu xan, Vəliqulu xan hakimiyyət dövrləri və bunlar çox gərgin şərait yaradır. Bu münasibətlər xüsusilə Cəfərqulu xan və Abbasqulu xan arasındakı mübarizə zamanı meydana gəlir. Və bu zaman bu xanlar ki, Cəfərqulu xan hakimiyyəti faktik ələ almalı olur. Çünki Xoylu Əhməd xan ona kömək eləyir. Ona görə də Abbasqulu xan öz mövqeyini möhkəmləndirmək üçün Kartli-Kaxeti çarı ilə yaxınlaşmalı olur. Xoylu Əhməd xan Abbasqulu xanla Nazik və Şükürlü kəndlərini tələb elədi.
və təbii ki, onun tələbi rədd edildi və buna görə də Xoylu Əhməd xan öz qoşunlarını çəkib Naxçıvan qalasına, Naxçıvan sərhədlərinə yeritdi. Və bu qoşunların sayını, bu qoşunların hünərindən xəbər olan Abbasqulu xan bu döyüşə qarşı müqavimət göstərəcəyini qəti güman eləmədi. Təbii ki, buna əmin deyildi və həmçinin o yerli əhalinin köməyini, dəstəyini də arxayın deyildi. Ona görə o Naxçıvanı tərk etmək məcburiyyətində qaldı və müvəqqəti olaraq Sisiyanda sığınacaq tapdı. Və Əhməd xanın özü də Naxçıvan qalasını mühasirəyə saxlaya bilmədi, yəni o Naxçıvana daxil ola bilmədi. Çünki İrəvanlı Hüseynəli xan onun bu xəbəri eşidəndən sonra ona hədələyici məktublar göndərərək Naxçıvan ərazisini ümumiyyətlə tamamilə olaraq və birdəfəlik tərk etməyini tələb elədi. Əhməd xan Hüseynəli xanın tələbini qəbul etsə də qoşunlarını Naxçıvan qalasından kənara çəkmədi. Çünki Hüseynəli xan ona bu tələbi qoymuşdu və o tələbi qəbul etmək məcburiyyətindeydi, amma qoşunlarını çəkmədi. Və belə olduqda tezliklə İrəvanlı Hüseynəli xanın qoşunu Naxçıvan qalası ətrafında göründü. Xoylu Əhməd xan təbii ki, bundan sonra qoşunlarını çəkdi, lakin Naxçıvanda qalmaq Hüseynəli xana da qismət olmadı. İrəvanlı Hüseynəli xan o da qoşunlarını Naxçıvan qalasından çəkdi və Naxçıvan qalası tamamilə tam sahibsiz qaldı və bu zaman artıq Sisiyanda sığınacaq tapan Abbasqulu xan tezliklə Naxçıvana doğru tələsdi. Çünki o artıq taxtı boş görmüşdü, sahibsiz görmüşdü və yenidən həmin taxtı tutmaq gümanına gəldi və bundan da başqa ona dar gündə kömək etməyənlərə və onu müdafiə etməyənlərə divan tutmaq qərarına gəlmişdi. 1783-cü ildə Rusiyanın qəyyumluğunu qəbul etmiş Kartli Kaxetəçarlığı ilə İran arasında özünü dost kimi qələmə verən Əhməd xan Naxçıvan taxtında Abbasqulu xanın namizədliyini müdafiə edən 2-ci İraklinin gözünün qarşısında öz hərəkətlərinə bəraət qazandırmaq üçün bütün imkanlardan istifadə edirdi. 1783-cü ildə Georgiyevski traktoruna görə, yəni Georgiyevski şəhərində bağlanan müqavilədən sonra bu müqavilədəki aydın idi ki, 2-ci İrakli Rusiya himayəsini qəbul eləyirdi və bundan sonra Rusiya himayədarları və Rusiya İmperiyası hökuməti təbii ki, Azərbaycan xanlarına da məktublar göndərdilər və bu məktub təbii ki, 2-ci İraklinin əsas təşəbbüsündən sonra yaranmışdı və məktubun isə əsas məzmunu ondan ibarət idi ki, Azərbaycan xanları da məhz Georgiyevski traktatına görə İraklini qınamasınlar və təbii ki, burada 2-ci İraklinin qınamağından söhbət getmirdi. Burada müəyyən hədiyyələr də işə düşdü və Azərbaycan xanları həmişəki kimi çox sadəlövhcəsinə İraklinin atdığı bax bu addımı qəbul etdilər, təriflədilər və əksinə olduğundan da mahiyyətindən daha böyük mahiyyət verməyə çalışdılar ki, sonradan özlərini xilas eləmək və Gürcü çarı olan 2-ci İrakliyə birləşdirərək Rusiya himayəsinə tabe olub öz hökmranlığını qorumaq xətrinə bax bu addımı atdılar. Və 2-ci İraklinin sonraki və böyük məqsədlərindən biri isə Azərbaycan xanlarının nəinki Rusiyaya tabe eləməyi, sonra Azərbaycan torpaqlarında olan müəyyən təmənnəli məsələlərini, mübahisəli məsələlərini o ərazilər ki, onlar istəyirdi. Yəni həmçinin 2-ci İraklinin Kartli Kaxetəçarı olan 2-ci İraklinin özünün məqsədi və gümanı var idi. Məhz buna görə bu addım atmağa məcbur idi. Və daha doğrusu buna zaman-zaman sonra cəhd göstərdi və 2-ci İrakli ilə Azərbaycan xanları arasındakı bütün zahiri mehribanlıq və dostluq şəraitinə olmağına baxmayaraq onların məqsədi təbii ki, bir ayrı idi. Və Kartli Kaxetəçarı 2-ci İraklinin bu məqsədini təbii ki, Azərbaycan xanları ya başa düşmürdülər, ya da onlara bax elə bu variant sərf edirdi. Biz indi 2-ci İraklinin iqamətgahının qarşısındayıq. Onun əsas şəhəri, yəni doğma şəhəri olan Tel Aviv şəhərindəyik və gördüyümüz bax bu iqamətgah 2-ci İraklinin yaşadığı iqamətgah olub. Bax bu gördüyümüz qala divarları həmçinin gördüyümüz və əhatə dairəsi ilə, yəni qala divarlarının çəkilməyi onun qədim qəsrinə və özündən əvvəlki atası tərəfindən tikildiyi güman edilir və özündən sonra onun vələhləri də bax burada bu iqamətgahda yaşamışdır. Əlimurad xan Kərim xanın ölümündən sonra İsfahanda özünü şah elan eləmişdi və o Azərbaycan xanlıqlarının hakimi olmağa öz tərəfdarlarına kömək eləyirdi. O vaxtilə Rusiyanın tərkibində olmuş torpaqlardan savayı Qarabağ, Naxçıvan və İrəvan vilayətlərinin də Rusiya ilə əlaqəyə girərək onlara güzəşt verməyə hazır olduğunu bildirirdi. Moskvaya nümayəndə göndərərək 1784-cü ildə Osmanlı Türkiyəsinə qarşı Rusiyadan kömək də istəyirdi. Biz İrakli sarayının yəqin ki, kilsə sayılan və kilsə zəngləri asılan bir yerində dayanmışıq və bura çox hündür bir nöqtədir. Buradan həm Gürcü tərəfi, yəni Tel Avivin özündən Gürcü tərəfi, həm də Azərbaycan tərəfi görünür. Və 2-ci İrakli daim bax buradan bu yüksək nöqtələrdən Azərbaycana baxırdı və Azərbaycan isə onun qarşısında olan böyük məqsədlərdən biri idi və bu zaman-zaman bu məqsəd bu torpaqları əldə etmək 2-ci İraklinin qarşısı alınmaz məqsədlərindən biri idi və cənubdan yaxınlaşan təhlükəni bildikdə Mir Mehdi xan və həmçinin İrəvan xanı təbii ki, Mir Mehdi xan və qoşunları onlar məcbur olaraq müdafiəni daha da gücləndirdilər və bu müdafiəni gücləndirmək təbii ki, 2-ci yəni İraklinin nəzərində idi və bu
məqsəd isə daha doğrusu İrəvan qoşunlarının müdafiəsini möhkəmləndirmək cəhdi. İrəvan xanının müəyyən anda biraz ehtiyatı İrəvanda yaşayan çox az saylı olsa da ermənilərin ürəyincə oldu. Onlar 2-ci İrakliyə və Timuraza müraciət edərək Kartli Kaxetəçarına belə deyək ki, xristianların təzminatını və yaxud da təminatını qazanmaq üçün onlara müraciət edərək onlara bildirdilər ki, onlar məhz İrəvana gəlsinlər və orada xristianların köməyi ilə bu torpaqlara yiyələnsinlər. Təbii ki, bu gözəl bir vəd idi və bu vəd də Gürcü çarı 2-ci İraklinin ürəyincə olmaya bilməzdi. Ona görə tezliklə 2-ci İrakli qoşunlarını İrəvan qalasına göndərdi və bu qoşunlar həddindən artıq sayca çox idi və ona görə İrəvan qalasını mühasirədə saxlayan Əfşar və Əfqan qoşunları və həmçinin Cənub qoşunları bu sayca çoxluqdan ehtiyat edərək bu müdafiə qalasını tərk edərək geri döndülər. Və ümumiyyətlə bax bu geri dönmələr ümumiyyətlə 2-ci İraklindən hər hansı bir böyük məqsədlərin atdığı böyük addımlar xüsusi olaraq qeyd edilirdi. Çünki dediyimiz kimi 2-ci İrakli bu zəfərləri, bu qələbələri ilə nə vaxt Azərbaycan torpaqlarına sahib olacağına güman eləyirdi və o müəyyən anda sadəlöv Azərbaycan xanlarının sadəlövlüklərindən istifadə edərək onları öz məqsədinə doğru göndərə bilirdi. İkinci İrakli Əhməd xana məsləhət görürdü ki, Abbasqulu xan və Cəfərqulu xan arasındakı münasibətlərə toxunmasın, qarışmasın və həmçinin Naxçıvanda gedən hadisələrin heç birində işi olmasın, əks təqdirdə bu xanın nüfuzuna xələl gətirə bilər. Təbii ki, 2-ci İraklinin xeyirxah məsləhətləri boş söhbət idi. O xeyirxah bu güya ki, Əhməd xana verdiyi xeyirxah məsləhətlərinin arxasında o Əhməd xanın nüfuzunu qətiyyən güdmürdü. Əksinə onun məqsədləri bir ayrı idi. O bu torpaqlara özü mənimsəmək istəyirdi, bu torpaqların sahibi özü olmaq istəyirdi və öz torpaqlarının sərhədlərini yenidən çəkmək, böyütmək, genişləndirmək istəyirdi. Rusiyanın hakim dairələrinə yazdığı məktubda da bu bir daha özünü göstərir. O yazırdı. Yəqin ki, Azərbaycana sahib olmaq Rusiya üçün çox əlverişlidir və bu işdə mən sizə kömək edə bilərəm. Bir şərtlə ki, torpaqların bir hissəsini mənə sonra güzəşdirəsiniz. Mənbələrdə verilən məlumata görə isə təbii ki, bu mənbələr Gürcü tarixçisi Kikodzenin məlumatına əsaslanaraq, Gürcü tarixçisi Kikodzenin məlumatı isə belə idi ki, Gürcü qoşunları ki, İrəvan qalasının mühasirəsində böyük rol oynuyordu və sadəcə çoxluq təşkil edirdi. Bu Gürcü qoşunların əksəriyyətini isə Qax və Borçalı əhalisindən olan Azərbaycanlılardan təşkil edilirdi və burada ən maraqlı məqamsa tamam başqa bir məqamdır. Həmişə bax bu Gürcü qoşunları Azərbaycanlılardan çox qismi Azərbaycanlılardan təşkil edilmiş bu qoşunlar ilk Azərbaycanlı, yəni artıq İrəvan qalasında, həm də Naxçıvan qalasında olan mühasirədə bax bu qoşunların toqquşması zamanı ilk avangard hissəni, birinci hissəni, bu da Azərbaycanlılardan ibarət hissə idi, onu qabağa buraxandan sonra İrakli hər hansı bir yüksəklikdə dayanaraq bu qoşunların birinci ilk döyüşünü çox böyük ləzzətlə müşahidə eləyirdi. Yəni belə desək ki, iki Azərbaycanlıların, iki türkün bir-birinin qırmağına çox böyük maraqla və diqqətlə müşahidə etmək istəyindən əl çəkə bilmirdi 2-ci İrakli. Yenidən Naxçıvan xanlığının taxtında əyləşmək üçün Abbasqulu xan 2-ci İraklinin köməyinə inanırdı, sadəlövhcəsinə inanırdı. Bu çox sadəlövhlük idi. Çünki İraklinin məqsədlərini görməmək mümkün deyildi, amma Abbasqulu xan buna inanırdı. Sadəlövhlük idi, bəli. Və bu zaman Kartli Kaxetəçarlığının artıq Rusiya qəyyumluğunu qəbul etdiyini eşidən Abbasqulu xanın özü də Rusiya himayəsində olmağı arzuladı. O da Rusiya himayəsində olmağa xilas yolu tapdı. Təbii ki, burada yenə də ancaq və ancaq xanlıq uğrunda gedən mübarizə idi, şəxsi mübarizələr idi. Abbasqulu xan Rusiyanın Gürcüstandakı qoşunlarının başçısı Burnaşova yazırdı. Çar İrakli ilə yaxınlıq eləyərək imperator həzrətlərinin hakimiyyəti altında olmağı arzulayır və başqa xanları da belə addım atmağa çağırıram. Abbasqulu xan Rusiyanın qəyyumluğunu qəbul etmək arzusunu 2-ci İrakli general poruçik Potemkinə xəbər verdi. Dəhşətli qaçqın vəziyyətində olan Naxçıvanlı Abbasqulu xan bizdən xahiş edir ki, biz ona öz mülkiyyətini qaytarmağa kömək edək və o imperatriçaya tabe olduğunu bildirir. Rus tarixçisi və tədqiqatçısı Markova yazırdı. Qars, Erzurum, həmçinin Bəyazıd sultanları İrəvan xanına göndərdiyi məktubda, həmçinin Azərbaycan digər xanlarına göndərdiyi məktubda o Tiflis çarı olan, yəni Kartli Kaxetyan, biz indi Kartli Kaxetyanın paytaxtı olan Telavi deyik, vaxtilə yəni bura paytaxt və İraklinin vətəni olub, bu paytaxt yeri olub və burada, yəni buranın çarı olan 2-ci İrakliyə qarşı çıxmağı çağırırdı. Yəni bu tədqiqatlar doğrudan da elə belədir, çünki bizim əldə etdiyimiz materiallar və bu materiallar Türk sultanının Azərbaycan xanlarına göndərdiyi məktublara
əsaslanırıq. Orada doğrudan da türklər Tiflis çarı olan 2-ci İraklinin Rusiya ilə təmayül yaratmağını və Azərbaycan xanlarının bir-birinin digər arasında onların arasını vurmaqda ittiham edərək Azərbaycan xanlarını bir növ ayıltmaq məqsədini daşıyırdılar və onlar elə belə də yazırdılar. Bizimlə birləşməyə səy göstərin, çünki Tiflis çarı olan 2-ci İrakli sizinlə bizim aramızı vurmağa çalışır. Amma biz birləşib bir yerdə səy göstərsək, biz artıq düşmənlərimizə də bir yerdə cavab göstərə bilərik. Ona görə onları güllələyin, asın, kəsin və əsas odur ki, düşmənə lazımi müqavimət göstərin. Çox böyük yürüş hazırlandı və söyləyirlər ki, İbrahim Xəlilxanın özü 4000 döyüşçü ilə bu müharibəyə qatılmalı idi. Özü birbaşa döyüşdə iştirak eləməli idi. Və Qarabağ məlikləri ilə bir yerdə erməni patriarxı İonni Potemkinə yazdığı məktubda bildirirdi ki, Türkiyə nümayəndələri, Türkiyə hökuməti Kür çayının qırağında Azərbaycanlılardan ibarət ordu yaradaraq Rusiya döyüşçülərinə qarşı, Rus ordularına qarşı ciddi müqavimət göstərməyə cəhd göstərirdilər və təbii ki, onlar bu ordunu yaradıb cəhd göstərməyə nail olacaqlar fikrini bildirdilər Potemkinə. Və həmin dövrdə Türkiyə agentləri İbrahim Xəlilxanla 2-ci İrakli arasında ki, o ittifaqın pozulmağına səy göstərirdilər və onlar elə buna nail oldular. Çünki müharibənin sonu bizə göstərdi ki, 2-ci İrakli bu döyüşdə iştirak etməli olduğu halda bu döyüşdə nəinki özü, hətta döyüşləri də iştirak etmədi. Halbuki 2-ci İrakli bu döyüşdə özü şəxsən iştirak etməli idi. Türkiyə sultanının Cənubi Qafqaz müsəlmanlarının işinə qarışması Azərbaycana sahib olmağa çalışan Əhməd xanda narazılıq doğurmuşdu. Özünü bütün Azərbaycanlıların sahibi hesab edən Əl-Murad xan sultanın hansı əsaslarla fərmanlar göndərərək Azərbaycanda çaxnaşma yaratdığını aydınlaşdırmaq üçün Türkiyəyə adam yolladı. Türkiyə isə öz cavabında demişdi: Gürcüstanı tutmuş Rus ordusunun digər yerlərə yayılmasının qarşısını almaq üçün dinbir qardaşlarımıza Azərbaycan xalqına ehtiyatlı olmağı məsləhət görmüşük. Rusiya dövlətinin köməyi ilə İran taxtına sahib olmağa çalışan Əl-Murad xan Türkiyəyə bildirdi ki, Çar İraklinin gözəl niyyətlərinə əmindir və Rusiya tərəfindən heç bir qorxu gözlənilmir. Abbasqulu xan İrəvanlı Hüseynəli xandan qoşunları ilə bir yerdə ona kömək etməyi xahiş elədi. Və təbii ki, bu xahişini hələ yerinə yetirməyindən asılı olmayaraq artıq Cəfərqulu xan onun Daxçıvan qalasına yaxınlaşdığını eşidən kimi üst tutub Xoy xanlığına tərəf, yəni Xoylu Əhməd xanın yanından qaçdı. Və Naxçıvan taxtı boş qaldı, yenə də sahibsiz qaldı və bu qarşılıqdan istifadə eləyən Naxçıvan taxtının bax bu qarşılıqdan istifadə edən və sahibsiz qalmağından istifadə edən Şükrəli xan 1785-ci ildə Naxçıvan taxtına sahib oldu. Lakin onun da Naxçıvan taxtında hakimiyyəti uzun müddət çəkmədi. 2 ildən sonra o da hakimiyyəti onun da devrildi və hakimiyyətə yenidən Cəfərqulu xan gəldi. Cəfərqulu xan artıq Naxçıvan taxtında hakim idi, ancaq Abbasqulu xan yenə də yəni bu baxışlarını və tamahını bu taxtdan çəkə bilmirdi. Dəfələrlə o bu müddət ərzində gah İrəvanlı Hüseynəli xana, gah 2-ci İrakliyə, gah da elə Rusiyanın Cənubi Qafqazdakı hərbi idarələrinə dönə-dönə cəhd eləyirdi. Ancaq bu cəhdin özü də həmişə əhəmiyyətsiz olurdu. Qarabağlı İbrahim xanın Xoylu Əhməd xanla arasındakı şərtə görə Təbrizi tutmaq və əldə edilmiş qəniməti bölmək, daha sonra Naxçıvanı ələ keçirmək və İbrahim Xəlil xana tabe etdirmək, Naxçıvanda 1783-cü ildə İsfahanlı Əli-Murad xan tərəfindən devrilmiş və İbrahim Xəlil xana arxalanan Abbasqulu xanı hakimiyyətə gətirmək. Bax, bütün bunlar hamısı qərara alınmışdı. İbrahim Xəlil xan Xoylu Əhməd xana birləşmək üçün hərəkət elədi. Qonşu xanların hesabına İbrahim Xəlil xanın güclənməsi Qafqazdakı Rus komandanlığının planlarına mane olurdu. Ona görə də İbrahim Xəlil xanın Naxçıvan xanlığı ilə əlaqədar fikrini bilən polkovnik Burnaşov Xoy və Urmiya xanlığına yazdığı məktubda onlardan Naxçıvan xanlarının müdafiəsinə qalxmağı tələb etdi. Və bu məktubun yazılmasında əsas rol o oldu ki, Naxçıvan xanı kömək üçün Rus komandanına müraciət etmişdi. Biz Naxçıvanın məşhur Şərur rayonundayıq və Şərur rayonunun məşhur Şərur çayı ətrafındayıq.
Bu Şərur çayı çox zaman Arpa çay adlanır, amma biz iki adlandırılsa da biz indi buna Şərur çayı deyəcəyik, çünki oxuduğumuz mənbələrdə bu Şərur çayı kimi qeyd olunur. 1786-cı ildə Burnaşov Potemkinə yazdığı raportunda iyul ayının 20-sində göndərdiyi raportda qeyd edirdi ki, Naxçıvan xanlığından 2-ci İraklinin sarayına gəlmiş nümayəndə onlardan Qarabağ qoşunlarını, yəni İbrahim Xəlil xana qarşı kömək istəmişdi və Burnaşovun bütün cəhdlərinə baxmayaraq Qarabağ xanı İbrahim Xəlil xan öz qoşunlarını Naxçıvana göndərdi. Bu əsas onun məqsədlərindən biri idi və onun məqsədindən heç kim yanılda bilməmişdi. Və söyləyirlər ki, məhz bu tarixdə bu zaman Naxçıvan torpağında Qarabağ xanının qoşunları görünən kimi Cəfərqulu xan bax bu Şərur çayının ətrafında olan nə vaxtsa mövcud olmuş qalada gizləndi. May ayının əvvəllərində İbrahim Xəlil xanın qoşunu Naxçıvanlı qalasını ələ keçirtdi və bu Abbasqulu xanın hakimiyyətə gəlməyi idi. Artıq Naxçıvan hakimi Abbasqulu xan idi. Arxiv sənədlərində isə deyilir ki, bütün bu qələbə ümumiyyətlə İbrahim Xəlil xanın qoşunları ilə deyil, məhz Abbasqulu xanın özünün 2-ci İraklidən aldığı kömək və 2-ci İraklinin qoşunlarının güclü olmasına dəlalət edir. Naxçıvanı tutduqdan sonra Qarabağ qoşunları Abbasqulu xanın dəstəsi ilə birlikdə Cəfərqulu xanı təqib etməyə başladılar. Lakin bu uğursuz tədbir oldu. Bu uğursuzluqdan sonra vaxt itirmədən Təbrizə doğru hərəkət etməyə qərar aldılar. İbrahim Xəlil xan Əhməd xanın müttəfiqliyinə inanmaqda səhv eləmişdi. Belə ki, İbrahim Xəlil xan yolda olarkən qoy qoşunları Təbrizi tutmuşdu. Əhməd xan İbrahim Xəlil xana Təbrizdə əldə etdiyi qənimətdən heç nə vermədi və Əhməd xan bildirdi ki, o Təbrizdə yalnız hakimiyyəti dəyişmişdi. Ona bunun qohum kimi hüququ vardır. Lakin Naxçıvan xanı Cəfərqulu xanı öz himayəsinə götürüb və onun işlərinə qarışmağa heç kimin ixtiyarı yoxdur. Çünki Naxçıvana sahib olmaq üçün İsfahanın hakimi tərəfindən fərman Cəfərqulu xana verilmişdir. İbrahim Xəlil xanı bir-birinin dalınca müvəffəqiyyətsizliklər əvəz eləyirdi, təqib eləyirdi onu bu müvəffəqiyyətsizliklər. Onun başı Təbriz işlərinə qarışdığı bir halda Cəfərqulu xanın qardaşı cəsarətli Kəlbəli xan artıq Naxçıvanda hakimiyyətdə olan Abbasqulu xanın hakimiyyətini devirərək özünü xan elan elədi 1787-ci ildə. Bu o zaman baş verdi ki, 2-ci İrakli bu xəbəri işləndən sonra Knyaz İvan Bagratyonu göndərdi ki, nəyin bahasına olursa olsun Kəlbəli xan Naxçıvanda möhkəmlənməsin. Yəni onun hakimiyyətinin möhkəmlənməyinə qətiyyən imkan verməsin. Ancaq bu belə olmadı. Çünki artıq Naxçıvan qalasını ələ keçirtmişdi Kəlbəli xan və nəyin bahasına olursa olsun Naxçıvanı əldən vermək fikrində deyildi. Və hətta 1787-ci ilin mayın 20-sində Bagratyonun 2-ci İrakliyə yazdığı məktubunda elə belə də qeyd olunurdu. Kəlbəli xan mənə müqavimət və mənim qoşunlarıma müqavimət göstərmək üçün qaladan çıxdı. Lakin sonra bizi görəndən sonra nədənsə birdən-birə geri qalaya çəkildi. Yəni artıq müharibə etmək üçün hazır idi. Təbii ki, ancaq müharibə olmadı çünki Kəlbəli xan qalanı əldən vermək, ümumiyyətlə taxtı əldən vermək fikrində deyildi. Və məhz bundan sonra 1787 və 1820-ci illər artıq Kəlbəli xanın dövrü başlayır. Şahlıq dövrü başlayır, hakimliyi, xanlıq dövrü başlayır və Kəlbəli xan dövrünün ən cəsarətli, ən döyüşkən və ən mərd xanlarından biri oldu Kəlbəli xan. ...18-ci əsrin sonlarına doğru əslində Naxçıvan xanlığının fəaliyyətində əsas simalardan biri və o dövrdə də Naxçıvan xanlığının daha çox fəaliyyət dairəsi ilə seçilən, öz fəaliyyəti ilə seçilən Kəlbəli xandır. Kəlbəli xan öz fəaliyyətində həmişə çalışmışdır ki, bu xanlığın, yəni siyasətində çalışmışdır ki, bu xanlığın müstəqil siyasətini qoruyub saxlaya bilsin. Lakin həmin dövrdə 18-ci əsrin ortalarında və sonlarında bir sıra xanlıqlarda olduğu kimi Kəlbəli xan da bu siyasətini uğurla apara bilməmişdir. Çünki bu bölgəyə müxtəlif dövlətlərin maraqları, xüsusilə İranın, Türkiyənin və bir qədər sonra isə Rusiyanın maraqları istər-istənməz xanlıqların da öz
fəaliyyətlərini, yəni daha doğrusu hakimiyyətdə qalmaq maraqları öz fəaliyyətlərini ona doğru istiqamətləndirmişdir. Bu mənada Kəlbəli xan əslində 18-ci əsrin sonlarında nisbətən artan beynəlxalq aləmdə İran və Türkiyəyə nisbətən daha çox güya dırnaqarası mütərəqqilik ilə seçilən Rusiya dövlətinə istər-istəməz istiqamətlənmişdir. Bunu isə bilən İran dövləti təbii ki, Kəlbəli xanın bu siyasətindən razı qala bilməzdi. Bundan başqa ikinci bir səbəb isə o dövrdə Cəfərqulu xan və Abbasqulu xan arasında baş verən ziddiyyətlər idi. Çünki bu ziddiyyətlər onların müxtəlif tarixi mərhələlərdə, müxtəlif ardıcılıqla bir-birini Naxçıvan xanlığında hakimiyyətlərini əvəz etməsi istər-istəməz Kəlbəli xanın da gözü qarşısında baş verirdi və deyildiyi kimi həm qardaş oğulları, həm də əmoğullarının hakimiyyətdə möhkəmlənməsi Kəlbəli xanın da maraq dairəsinə uyğun idi. Ona görə də müxtəlif mərhələlərdə Cəfərqulu xanı əvəz edən Abbasqulu xan və sonradan Abbasqulu xanı bir də əvəz edən Cəfərqulu xan hakimiyyətdə möhkəmlənməyə çox ciddi cəhdlə maraq göstərirdilər. Bu isə Kəlbəli xanın hakimiyyətə gəlməsini bir qədər asanlaşdırırdı. Qardaşı oğlu Abbasqulu xanın iddiasından özünü qorumaq üçün Kəlbəli xan onu Naxçıvana dəvət etdi. Ürəyində kin bəsləsə də ona böyük imtiyazlar verdi. Kəlbəli xan hakimiyyətə gəldiyi vaxt Azərbaycan və bütövlükdə Cənubi Qafqazda daxili və xarici vəziyyət xeyli mürəkkəbləşmişdi. Azərbaycan və Gürcüstanın İran və Osmanlı imperiyası tərəfindən təcavüzkarlığa məruz qalmaları təhlükəsi yaranmışdı. Cənubi Qafqaz xalqları öz daxili imkanları hesabına xarici təhlükəyə qarşı istiqlaliyyətini müdafiə edə bilmədilər. Naxçıvan xanlığı hakimiyyətə gəldiyi gündən Kəlbəli xan Rusiya dövləti ilə həm siyasi, həm iqtisadi münasibətlər yaratmağa səy göstərmişdi. Bu da səbəbsiz deyildi. Həmin dövrdə İran təcavüzü qarşısında qalan Azərbaycan xanlarına Rus dövləti özünü xilaskar kimi təqdim edirdi. Məhz buna görə də Kəlbəli xan sadəlövhlüklə Rus diplomatlarının fitnəgarlıqlarına uydu. O da bəzi Azərbaycan xanları kimi Georgiyevski müqaviləsinin səmimiyyət naminə bağlanıldığına inanırdı. Kəlbəli xan hakimiyyəti dövründə Naxçıvan xanlığı nisbətən canlandı. Kəlbəli xanın hakimiyyət başına gəlməsi ilə əlaqədar olaraq nisbətən xanlıqda siyasi vəziyyət sabitləşir. Ona görə Kəlbəli xan siyasi cəhətdən xanlığın möhkəmləndirilməsinə nail olmağa cəhd göstərir. Və bu Kəlbəli xanın hakimiyyəti dövründə onun həyata keçirdiyi siyasət digər xanların narazılığına səbəb olur. Yenidən əvvəl adını çəkdiyimiz Abbasqulu xan Kəlbəli xanın hakimiyyətinin möhkəmlənməsinə hər vasitə ilə mane olmağa çalışır. İndi bu Naxçıvanda və İrəvanda dediyimiz hadisələr cəryan etdiyi bir dövrdə İranda yenidən hakimiyyət uğrunda mübarizə kəskinləşir və bu zaman Qacarlar tayfasından olan Ağa Məhəmməd Qacar hakimiyyətini qurmağa çalışır. Və o tədricən Azərbaycanın cənub xanlıqlarını, o cümlədən İranın digər torpaqlarını da birləşdirir. Nəhayət o İranda faktik, real, mərkəzi hakimiyyət qurur və bundan sonra o 1795-ci ildən etibarən İran taxt-tacının ənənəsinə uyğun olaraq Cənubi Qafqazı da ələ keçirmək uğrunda mübarizəyə başlayır. Bəli, artıq Kəlbəli xan hakimiyyətə yetişdi. Kəlbəli xan hakimiyyət başına gəldi. Nə qədər qüdrətli, nə qədər böyük, kəngərli olsa da Kəlbəli xan, o da Rusiyanın toruna ilişəcəkdi. Və bəlkə də bundan acınacaqlısı bəlkə də o idi ki, o bunu gözəl xilas və nicat sayacaqdı. O bunu özü üçün xilas yolu sayırdı.
bəlkə də Azərbaycanın taleyinə həmişə bax belə uğrunda müharibələr, mübarizələr aparılmaq düşmüşdü. Yəni indiyə kimi Azərbaycan uğrunda daim müharibələr və mübarizələr gedir. Bəlkə də bu Azərbaycanın qaçılmaz bir sonluğudur, qaçılmaz bir taleyidir. Amma daxili çəkişmələrdən uzan bizləri heç vaxt müdriklik xilas eləməyib. Və biz heç vaxt bax bu mübarizələrin fonunda nəhayət olaraq özümüzü təsdiq etmək qüdrətində olmamışıq. Azərbaycan xanları, mən hətta düşünürəm bəlkə vaxtilə bütün Azərbaycan xanları, bax bu qüdrətli xanların hər biri, istər Kəlbəli xan, istər Çələbi xan, istər İbrahim Xəlil xan, istər Mustafa xan, istər Hüseyin Qulu xan, bunların hamısı hətta birləşsəydilər də belə Azərbaycanı xilas eləmək bəlkə də mümkün olmazdı. Bəlkə də bu sev qadanın qarşısını almaq qətiyyən mümkün olmazdı, amma heç bu cəhdin özü də olmadı. Və Azərbaycanın ümumiyyətlə taleyində bax bu münaqişələr həmişə böyük rol oynamışdı. Azərbaycan həmişə uğrunda mübarizə və müharibə aparılan bir torpaq idi. Və Kəlbəli xansa Naxçıvanın taxtaç simvolu idi və o da öz çəpərini, öz xanlığını, öz taxtacını qorumaqla məşğul idi. Düzdür, o bunu çoxlarından fərqli olaraq bunu kişicəsinə eləyirdi, amma onun da çox dəhşətli aqibətlər gözləyirdi. Onun da taleyi çox qəribə gələcəkdi və onu zaman-zaman istər İrana, istər Rusiyaya olan meylində, onun qərarında ittiham eləyəcəkdilər. Amma Kəlbəli xan artıq qərarını verəcəkdi və bu qərar vermək də Azərbaycana çox baha başa gələcəkdi. Azərbaycana qarşı da 1-ci Rus-İran müharibəsi sonu Gülüstan müqaviləsi, 2-ci Rus-İran müharibəsi sonu Türkmənçay müqaviləsi gözləyirdi. Və bundan da başqa Azərbaycanın daha qədim torpaqları olan İrəvan xanlığı, Zəngəzur və Qarabağın daha acınacaqlı taleyi gələrdi Türkmənçaydan sonra. Ümumiyyətlə Çar Rusiyasının Azərbaycanı işğal etmək məqsədi istər əvvəlcə nəzəri, sonra isə əməli bu qarşıya qoyulan böyük məqsəd idi. Bu məqsədi hissə Rusiya yerinə yetirməkdə idi. Və onun Azərbaycan xanlıqlarının demək olar ki, hər bir xanlığın, Azərbaycanın bütün xanlıqlarını işğal edəndən sonra onun qarşısında çox böyük və əsaslı şəkildə qoyulmuş Naxçıvan və İrəvan xanlığı böyük bir məqsəd idi və bu məqsədi həyata keçirməklə məşğul idi. Deməli, Çar Rusiyasının sonuncu işğal zonası Azərbaycanın son işğal zonası olan Azərbaycanı fəth edən Rusiyanın qarşısında İrəvan və Naxçıvan xanlığı dururdu. Kəlbəli xan Naxçıvanın möhkəmlənməsi üçün çox tədbirlər keçirirdi. Bu zamanlarda onun Naxçıvandan kənarda yaşayan əmisi oğlu Cəfərqulu xan hakimiyyətə qayıtmaq fikrindən dönməmişdi. O bu məqsədlə gah bu, gah da digər xana kömək üçün uğursuz cəhdlər, müraciətlər etmişdi. Ancaq buna baxmayaraq Qacar təhlükəsinə qədər Naxçıvan xanlığında elə bir fövqəladə hadisə baş verməmişdi. Qacar təhlükəsini isə gözləməyə dəyərdi.